Milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və İdeya İctimai Birliyinin təqdim etdiyi Mama Ana Təbiət beynəlxalq incəsənət sərgisindən təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları, müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır. Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb. Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmə imkanı əldə edirik, deyən Leyla Əliyeva bildirib ki, Ana Təbiət beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı İncəsənət Muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir. Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir. Azərbaycan pavilyonu iyunun 29-na dək ziyarətçilər üçün açıq olacaq.